Bakı şəhər sakini Quliyev Yusif pilot 16 MMC-dən şikayətçidir. Quliyev iddia edir ki, şirkət Bakı şəhəri Nəsimi rayonu Novruzov qardaşları küçəsi 55 ünvanında yerləşən və həyat yoldaşı Məhbuba Quliyevanın adına olan evi söküb. Söküntü göstərişini pilot 16 MMC-nin direktoru Quliyev Aslan və Heaven Park MMC-nin icraçı direktoru Həsənov İlqar verib. Nəticədə bizə məxsus əmlaka 250 min manatdan çox zərər dəyib deyə vətəndaş qeyd edir. Söküntü ilə bağlı Bakı şəhəri Nəsimi rayonu prokurorluğunda toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 309.2-ci maddəsi ilə cinayət işi başlanılsa da 4 ay keçməsinə baxmayaraq bizə dəymiş maddi ziyanın ödənilməsi və həmin əməli törətmiş Quliyev Aslan və Həsənov İlqar təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi təmin edilməyib deyə Quliyev bildirir. Eyni zamanda 4 ay keçməsinə baxmayaraq başlanmış cinayət işinin istintaqı tamamlanaraq məhkəməyə verilməsi təmin edilmir. Bunun nəticəsidir ki, həmin gündən sonra pilot 16 MMC bizə məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərazisində ağır texnika ilə tikilməsi nəzərdə tutulan hündür mərtəbəli binanın bütün bünövrə qazıntı işlərini aparıb və binanın bünövrəsinin qoyulması üçün beton tökülüb. Hazırda həmin işlər davam etdirilir deyə Quliyev qeyd edib. Şikayətçi onda qeyd edib ki, söküntüdən əvvəl şirkətlə vətəndaş arasında kompensasiya ilə bağlı hər hansı bir razılıq olmayıb. Vətəndaşın sözlərinə görə söküntü zamanı ona 61 min ziyan dəyib. Şirkət həmin pulu ödəyib. Pulu depozitə qoydular, məhkəmənin sonunda götürəcəm. Məsələ ilə bağlı pilot 16 MMC-nin direktoru Aslan Quliyev bildirir ki, həmin vətəndaş onların sahədə işləyən ekskavatoruna Molotov kokteyli ataraq yandırıb. Nəsimi rayon məhkəməsində bununla bağlı cinayət işi də açılıb. Şəxsin evi 98 kvadrat metrdir. Biz Yusif Quliyevlə görüşüb ona kompensasiya təklif etmişik. Söküntü zamanı evə vurduğumuz ziyana görə ona 70 min ödəmişik. Hazırda depozitdədir. Kompensasiya kimi 600 min nağd təklif etmişik. Ümumilikdə 670 min verməyə hazırıq, lakin o razılaşmır. Bizdən 1 milyon pul istəyir. Bunun müqabilində ekskavatora dəyən zərəri də ödəmək istəmir deyə Aslan Quliyev bildirib. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.